Azərbaycan İrandan təxliyəyə başladı. Təxliyəyə başladı. Azərbaycan İran İslam Respublikasından təxliyələrini həyata keçirilməsinə dəstək göstərir. Axar nöqtəsi xəbər verir ki, İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsini vacib bilir. Bəli, əldə olunmuş məlumata əsasən Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasında təxliyənin həyata keçirilməsinə dəstək göstərir. Görülən müvafiq tədbirlər nəticəsində yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının İranda səfərdə olan Rusiyanın Çaykovski adlı böyük simfonik orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının xalq artisti rejissor Fyodor Bandraçik daxil olmaq Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət nümayəndələri heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi dönüşü nəzərdə tutulur. İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib, İran hava məkanını tam bağlayıb. Yenə deyirəm, Allah bizi 3-cü Dünya müharibəsindən hifz eləsin, gözləsin.